İsveçrənin UBS bankı 2025-ci il üzrə Qlobal Sərvət Dinamikası adlı illik hesabatını açıqlayıb. Yenavaz.com xəbər verir ki, hesabatda dünyanın müxtəlif bölgələrində yaşayan dollar milyonerlərinin sayı, onların sərvət bölgüsü və iqtisadi tendensiyalar əks olunub. Məlumata görə hazırda dünyada təxminən 60 milyon nəfər milyoner var və bu şəxslər ümumilikdə 226,47 trilyon dollarlıq sərvətə sahibdirlər. Bu isə dünyada olan bütün şəxsi sərvətin təxminən yarısı deməkdir. Milyonerlərin böyük əksəriyyəti 10 nəfərdən 4-ü Şimali Amerikada yaşayır. Bu göstərici hər hansı digər bölgədən xeyli yüksəkdir. Növbəti yerdə qərarlaşan Qərbi Avropada dünya milyonerlərinin təxminən 1/4 yaşayır. Çin və Cənub-Şərqi Asiya hər 10 milyonerdən birinə ev sahibliyi edir. Okeaniya, Latin Amerikası, Şərqi Avropa və Yaxın Şərq regionlarının hər birində isə dünya milyonerlərinin təxminən 1,5% yaşayır. Ən çox milyoneri olan ölkə ABŞ-dir. Hazırda ABŞ-də 23 milyon 831 min nəfər milyoner var. Bu, dünya üzrə ümumi milyonerlərin 39,7%-nə bərabərdir. ABŞ bu göstərici ilə ikinci yerdə olan Çini 4 dəfə qabaqlayıb. Ən çox milyonerin yaşadığı 25 ölkə belədir. Hesabatda yalnız milyonerlər deyil, həm də 100 min dollardan 1 milyon dollara qədər sərvəti olan orta sərvətli insanların da sayı açıqlanıb. Belə şəxslərin sayı 177 milyondur və onlar qlobal sərvətin 40%-ni sahibdirlər. Bu qrupa daxil olan şəxslərin ən çox yaşadığı ölkə Çin, daha sonra isə Qərbi Avropa və Şimali Amerikadır. Cənub-Şərqi Asiyada bu qrupa daxil olanların sayı 98 milyondan çoxdur.